Ramazan ayının orucu insanın qəlbinin islah olması üçün ən mühüm səbəblərindəndir. Ən mühüm səbəblərdəndir. İnsanın qəlbinin islah olması, sağlam olması, qəlbdəki kinin, küdurətin, həsədin, paxıllığın getməsinə səbəbdir. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, səbir ayında oruç tutmaq və eləcə də hər aydan 3 gün oruç tutmaq qəlbdəki kini, küdurəti, həsədi, nifaqı, paxıllığı silir aparır. Qəlbi təmizləyir. Ramazan ayının orucu bax belədir. İnsanın qəlbini təmizləyir. Kindən, küdurətdən, hansı ki o qəlbdə xəstəliklər olur, o xəstəliklərdən təmizləyir. Səbir ayı da Ramazan ayıdır. Ramazan ayın orucu və hər aydan 3 gün oruç tutmaq. Qəlbi təmizləyir qardaşlarım.